Öğrenci görmə paylaşım rubrikasından növbəti video. 26-cı ildə ən çox satılan tortlar hansılardır? Olaraq da danışmaq istəyirəm. Əslində yəni çox fikirləşməyin. Burada çətin bir şeylər yoxdur. 100 dənə sifariş gəlirsə, 60'ı bento tort olur. 30'u 2 kiloluq ya 3 kiloluq sadə tortlar olur. Və qalan onu 2 mərtəbə, biraz mürəkkəb, orta mürəkkəb tortlardır. Ən çox satılan tortlar bento tortlardır. Yəni ölçüsü balaca olan, amma qiyməti baha olan tortlar. Çünki cavanlar artıq tort sifariş etməyə başlayıb. Cavanlar da 1-2 nəfər, 5-6 nəfər tort yeyəndə onlar bizim kimi dədə-baba qaydasından 2 kiloluq tort zakaz eləmirlər. Onlar 200 qramlıq, 500 qramlıq tort zakaz edirlər. Onları kifayət edir, pullar da onları qane edir və verirlər o pulları. Və tendensiya getdikcə bento tortlara gedir. Hər il bento tortların sifarişi çoxalır. Və bu tort bişirən insanlar üçün böyük bir avantajdır. Bento tortlar, yəni kiçik ölçüdə olan tortları öyrənirsiniz, sosial şəbəkəni öyrənirsiniz, qəşəngdə pul qazanırsınız. Всё, bu qədər. Getdikcə tortlar sadələşir və sadə tortlara daha çox tələbat var. Harada tələbat varsa, mani var, pul var. Sadə tortları öyrənin, sosial şəbəkəni öyrənin, qazanın. Öyrənin. Görmə parmayacaq. Əziz başlar, tort işindən evdə necə pul qazanmaq olarsa, videonun altında yazmışam. Öyrənin. Görmə parmayacaq.